Məsələn, bir rəqəmi ilə göstərilən ada. Saxalin. Saxalin adasıdır, əla. Saxalin adası hansı iqlim qurşağında yerləşir? Mülayim. Mülayim iqlim qurşağının hansı tipidir bura? Muson. Mülayim dəniz. Mülayim mussondur. Baxın, bu hissə mussondur. Artıq mülayim dəniz demək üçün siz Kamçatkaya deyəcəksiniz mülayim dəniz, bir də Kuril adalarına. Yaxşı, Avrasiya üçün. Ona görə bura musson iqlimində yerləşəcək. Saxalin adasını materikdən ayıran boğaz. Tatar boğazı. Tatar boğazı. Əla. Sonra 2 rəqəmi ilə göstərilən ada. Bax bu ada. Newfoundland. Newfoundland adasıdır. Düzdür. Hansı iqlim? Mülayim. Mülayim. Mülayimdir. Mülayimin hansı tipidir? Dəniz. Mülayim dəniz. Dənizdir. Əla. Şimali Amerikada mülayim mussonu yoxdur. Və hansı ölkəyə aiddir? Onu da desəz. Kanada. Kanada'ya. Kanada. Əla, super. Gəlin ucqar nöqtələri iqlimlər üzrə qruplaşdıraq. Məsələn, Avrasiyanın ucqar şimal nöqtəsi necə adlanırdı? Pelüskin. Bəli, Çelyuskin burnu. Xəritə qarşınızda olsun. İstifadə edin baxanda. Hansı iqlimdədir Çelyuskin? Arktik. Arktik'te. Arktik iqlimdir. Bəli, hansı yarımadada yerləşir? Taymır. Taymır yarımadası. Ölkə olaraq hansı ölkədir? Rusya. Rusya. Düzdür, əla. Ucqar şərq nöqtə. Dijenyo. Dejinyovda, əla. Hansı yarımada? Skot. Skot yarımadasıdır, əla. Bu subarktik iqlim qəbul ediləcək. Subarktik. Burada yaxşı görünmür, ona görə mən dedim. Ucqar cənub nöqtəmiz. Baba. Baba burnu ucqar, Asiyanın ucqar qərb nöqtəsidir. Cənub Yay. nöqtəmiz bax burada. Yay. Piyay burnu, bəli. Piyay burnu hansı Ekvatorial iqlim? iqlim. Ekvatorial. Ekvatorial. Hansı ölkə? Malezya. Bəli, Yox, Malayziya. Singapur deyil. Yox, Malayziya. Singapur adada yerləşir. Ha. Piyay burnu isə Malakka yarımadasında yerləşir. Yaxşı. Oldu. Singapur adı olduğuna görə hesab edilmir. Sonra ucqar qərb nöqtəmiz. Roka. Roka. Roka ölkə. Portugalya. Portuqaliya yarımada. Pirenej. Piriney. Piriney yarımadası. İqlim. Subtropik. Subtropik aralıq dəniz. Subtropikin aralıq dəniz Aralıq tipi. dəniz. Əla. Sonra keçək Afrikanın ucqar nöqtəsinə. Ucqar şimal nöqtə. Almadi burnu. Almati qərbdədir. Aha. Pensilvaniya. Bəli, şimalında Bensekka. İqlim. Subtropik. Subtropik Aralıq aralıq dəniz. dəniz. Yağıntı nə zaman düşür Aralıq aralıq dənizində? Qışda. Qışda. Hansı bitki Qışda. inkişaf edib? Citrus. Sitrus. Bəli. Hansı ölkə? Alcaz. Tunis. İki ölkə var burada, balaca bir ölkə. Tunis. Tunis. Tunis dövləti ərazisində yerləşir. Düzdür. Ucqar cənub nöqtə. İğnə. İğnəburnu. Hansı ölkə? Cənubi Amerika. Cənub. Cənubi Afrika. Respublikası. Düzdür. İqlim tipi Subtropik. yenə də subtropikin aralıq dəniz. Deməli desək ki, Afrikanın ucqar şimalı və cənubu eyni iqlimdə yerləşir. Nə deyəcəyik? Doğrudur. Doğrudur. Düzdür. Ucqar şərq nöqtəsi. Rasaf. Rasaf. Ras, Həfun. Ucqar yarımada. Somali. Somali iqlim Subekvatorial. Ekvatorial. ekvatorialdır. Düzdür. Ölkə. Efiopiya. Somali. Yox, Somali yarımadasında Somali. Somali dövləti olacaq. Ucqar qərb nöqtəmiz Almadi. Almadidir. Ölkə Senegal olardı. Senegal ölkədir, düzdür. Senegal. İqlim Subekvatorial. Subekvatorial. Afrikanın bütün ucqar nöqtələri keçid iqlim qurşağında yerləşir. Doğrudur. Doğru. Düzdür. Düzdür. Afrikanın neçə ucqar nöqtəsində günəş zenitdə olur?
Neçə? 2. 2. İki. Ucqar şərq və qərb Qərb nöqtələrində günəş sinirdə nöqtəsi. olur. Şimal və cənubda olmaz. Əla. Sonra Cənubi Amerika, Şimal Amerikanı sual cavab edək. Şimal Amerikanın ucqar şimal nöqtəsi. Murchison. Murchison. Bəli. Ölkə, Kanada. Kanada, iqlim, Arktik. Arktik. arktikdir, düzdür. Ucqar şərq, St. Charles. bəli, Saint Salisbury'dur. Ölkə, Kanada. Kanada, iqlim, Subarktik. subarktikdir. Ucqar qərb nöqtəmiz Wales Şəhzadəsi. Uelsdir. Ölkə, ABŞ. ABŞ-dır. ABŞ-ın Alyaska ştatıdır, düzdür. Ucqar cənub nöqtə Mariato. Mariato, düzdür. Ölkə, Meksika. Kanada var burada onun adından. Panama. Panama. Panama dövlət ərazisində yerləşir. Bəli, iqlim Subekvatorial. subekvatorial. Bəli. Sonra Cənubi Amerikanın ucqar şimal nöqtəsinə baxaq. Uşaqlar, burada bir bazı səhv gedib xəritədə. Yəni Gal bu formada olmalıdır. Qanyas subekvatorial götürülür. Qanyas subekvatorial. Ölkə hansı ölkə olsun Qanyas üçün? Kolumbiya. Kolumbiya, Kolumbiya. əla. Ucqar şərq nöqtə Cabo Branco. Cabo Branco. Ölkə Brezilya. Brezilya. Braziliya, iqlim Tropik. tropik. Özdə tropikin hansı tipi? Quru yoxsa rütubətli? Rütubətli. Rütubətli. Rütubətli, düzdür. İsti cərəyan təsir edir. Bu da hansı cərəyan keçir isti? Braziliya cərəyanı. Əla. Sonra ucqar cənub nöqtəmiz. Gruvert. Doğru. Bəli, ölkə Chile. Chile. Çili, iqlim Mülayim. mülayim olacaq. Ucqar qərb nöqtəmiz Parinyas. düzdür. Parinas. Ölkə Peru. Peru. bu hərfi ilə, bəli, Peru və Tropik deyirlər. iqlim tropik qurşaqda olacaq. Baxaq Avstraliyanın ucqar şimal nöqtəsinə. York. Yoxdur. İqlim Subekvatorial. yarımada Cape York. subekvatorialdır, bəli. Ucqar cənub nöqtəsi Cənub-Şərq. cənub-şərq, iqlim Subtropik. bəli, subtropik iqlimin bərabər rütubətlənən tipidir. Ucqar şərq, Byron. iqlim, Tropik. bəli, ucqar qərb, Steel Point. Steep Point. steep point, iqlim, Tropik. bəli, ucqar şərq və qərbi tropik iqlimdə yerləşir. Getdiniz imtahana belə bir cümlə düşdü ki, Afrikanın və Avstraliyanın ucqar cənub nöqtələri eyni iqlim qurşağında yerləşir. Doğrudur. 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 Hər Subtropik ikisi yerləşir. subtropikdə yerləşir. Sonra mən ərazi göstərim, siz hansı ərazi olduğunu qeyd edin. Bu hansı ərazidir? Atakama səhrası. Yakama. Əla. Hansı cərəyan təsiri altındadır? Peru. Peru. Peru necə cərəyandır? Soyuq. Soyuq cərəyan. Bəli, bu hansı yarımadadır? Kaliforniya. Kaliforniya. Hansı cərəyan təsiri altındadır? Kaliforniyada öyle. Bəli, elə soyuq Kaliforniya cərəyanı. Bu hansı yarımadadır? Florida. Florida yarımadasının şimalı hansı iqlimdə yerləşir, cənubu hansı iqlimdə yerləşir? Şimalı Cənubi subtropikdir. Cənubi tropik. Bəli, subtropik, cənubi isə tropik iqlimdə yerləşir. Kuba adası hansı iqlimdə yerləşir? Tropik. Tropikdə. Tropikin hansı tipi? Rütubətli olan. Bəli, burada isti cərəyanlar var.
Burada Qviyana, Antil və Golfstrom cərəyanları. Bax, burada isti cərəyanların təsiri ilə rütubət düşür deyə bilərik. Sonra, Piriney yarımadası hansı iqlimdə yerləşir? Subtropikdə. Subtropikdə. Aralıq dənizində. Aralıq Düzdür. dənizində. Türkiyə hansı yarımadadır? Pireneyin. Apenin. Ay, Apenin. Ya Apennin. Apenin. Bir Piriney, iki Apenindir. İqlim, Subtropik Aralıq. Subtropik. Balkan. Balkan. 4. Kiçik Kiçik Asiya. Asiya. Siyasi. Deməli, Avropanın cənubunda yerləşən Apenin, Piriney və Balkan yarımadaları Aralıq dənizində yerləşir. Türkiyənin yerləşdiyi Kiçik Asiya Aralıq dənizində yerləşir. Bəs bu yarımada hansıdır? Qara dənizin şimalında yerləşən yarımada. Krım yarımadası. Krım yarımadası, düzdür. Hansı iqlimdə yerləşir Krım yarımadası? Mülayim. Mülayimdə yerləşir, düzdür. Mülayim kontinental. Bu adanın adı nədir? İslandiya. İslandiya. Hansı iqlim? Subarktik. Subarktikdir, düzdür. Bu hansı adadır? Tasmanya. Tasmanya. Hansı iqlim? Hem mülayim hem Mülayimdə bir də Mülayim, subtropik. subtropik. Düzdür. Bu hansı adadır? Şri Lanka. Sri Lanka hansı iqlimdədir? Subtropik. Subekvatorial. Ay Subekvatorial. subekvatorial. Bəli. Bu hansı adadır? Filippin. Filippin adaları. Əsas hissəsi hansı iqlimdədir? Subekvatorial. Subekvatorial. Cənub hissəsi? Ekvatorial. Ekvatorial. Bu hansı yarımada? Hindistan. Hindistan yarımadasının mərkəzində yerləşən yayla? Dekan. Dekan yaylası. Əla. Dekan yaylasında iqlim nədir? Subekvatorial. Subekvatorial iqlimdir. Əla. Avrasiya materikində tropik tam zolaq əmələ gətirir ifadəsi doğrudurmu? Yanlışdır. Hayır. Niyə zolaq əmələ gətirmir? Muson küreler. Bəli, muson küləşləri bol yağıntı gətirir. Bir rəqəmi ilə göstərilən ada. 1. Kalimantan. Kalimantan adasıdır. Əla. İqlimi Ekvatorial. Ekvatorial. 2 rəqəmi ilə göstərilən Sumatra. Sumatra adasıdır. Düzdür. 3 rəqəmi ilə göstərilən Yeni Papua Gvineya. Papua Qvineyası ölkənin adıdır, amma adanın adı isə Yeni Qvineya adasıdır. Düzdür. Ekvatorial iqlimdir. Ekvatorial iqlim hansı materiklərdə var? Afrika, Cənubi Amerika. Amerika, Afrika, bir də Zonda adaları, yəni Bəli, 3 materikdə var cəmi. 3 materik deyərik bura. Bu hansı yarımadadır? Malakka. Bəli, Malakka yarımadasında vardır.